Yasamal rayonu Zahid Xəlilov küçəsi 52 ünvanında yaşayan sakinlər 10 ildir ki, sakit həyata həsrət qalıblar. Bir neçə binanın düz ortasında yerləşən 2 mərtəbəli Zəfəran Otlıq restoranı onların həyatını kabusa çevirib. Axşam saatlarında əyləncə məclisləri start götürür. Musiqinin səsindən, spirtli içki qəbul edən müştərilərin səs-küyündən, davranışlarından məhəllə sakinləri rahat yaşaya bilmirlər. Vəziyyət o həddə çatıb ki, insanlar evdə nəinki istirahət edə bilmir, hətta bir-birini eşidə bilmirlər.